Herkese salam dostlar, mən Qeymis Qazı. Bugün Age of Story 2 Congress 1.5.1 versiyonunda yenidən sizlərlə birliktəyəm. Dostlar, bugün Azərbaycanın 4 səhifələrimizin 5-ci bölümünü oynayırıq sizlərlə dostlar. Həmən oyuna keçmədən öncə belə bir şey deyim. Bu oyunda əyalətlər az ola bilər. Keçən bölümdən də dediyim kimi digər versiyalarda oynadım və belə problem alındı, oyunlardan atdı, təzədən girdim. Dəfələrcə 2040-cı ilə qədər falan gətirdim həmənki turlara qədər. Ancaq yenə də atdı, bəlkə də bütün günü əlləşdim və günün sonunda 1.5.1 versiyonunu yüklədim. Digər versiyonlar və fix versiyonlar da yalan oldu və artıq onların üzərində bir dəyişiklik edəcəklərini düşünürəm. Hər halda nəysə oyunumuza keçək. Keçən bölümdə nə etmişdik? Azərbaycanda bildiyiniz kimi, yəni yenə də deyirəm, 1.5.1 versiyonu oynayaraq ki, qaldığımız yerdən gətirdim, çıxartdım və oradan 2040-41-ci illərdən başladım və 2054-cü ilə qədər oynadıq. Bu da 5-ci bölümdə. Keçən bölüm Pakistanla müttəfiqlik qurduq, ordumuzu çoxaltdıq, ekonomi və nüfuz olaraq sonunda böyük bir yatırım etdik, böyük top yükün bir yatırım etdik. Hətta 500-600 mindən 700-800 min falan, 150-200-250 min nüfuz daha çoxaltdıq son qalan 4-5 il ərzində və Azərbaycanla birlikdə böyük operasiya edərək dənizin o tərəfinə keçərək Türk dünyasını böyütmək və yenə də indi Gürcüstanda, Türkmənistandakı bu basımsız həyatı da basımsız yaşam tərzini durdurmaq və buna bir son demək, texnologini dənizin o tərəfinə, Türk ölkələrini Orta Asiyaya daşımaqdır və Pakistanla Azərbaycan və Türkiyə qardaşlığını, müttəfiqliyini birləşdirmək də torpaq olaraq da, maddiyyət olaraq da. Və bunu etdik və Azərbaycanı da böyütdük. İndi isə 10 minlik tam-tamına ordu topladıq və keçən bölümdə dediyim kimi artıq bu bölümdə ekonomimizi yüksəldəcəyik, texnolojimizi yüksəldəcəyik, texnolojiyə yatırımlar eləyəcəyik, nüfuzumuzu böyüdük, ordumuzu basıb İrana hücum eləyəcəyik dostlar və bizim lazımi missiyamızın əsasını %90'ını həyata keçirmiş olacağıq. Qalanını da artıq bir bölüm falan oynayıb, ondan biraz da ətrafa yayılıb və ya Rusiyaya da savaş elan edib, böyük Türk dövlətləri olaraq. Artıq siz yorumlarda yazarsınız, ancaq belə bir şey deyim, nə yorum gəlir, nə like gəlir, nə də görüntülər gəlir. Zənnimcə bəlkə də pis başladım YouTube'a. Keçən il 2024 yayında yaxşı başlamışdıq əslində, ancaq məhv elədim hamısını, yəni ki, əlimdə olmayan şanslılara görə çox problem oldu. Əsgərliklə də bağlı çox getdim, gəldim və ona görə də yarıda qaldı, kanal da böyüdə bilmədim. Və sonra indi bunu açdım, indi də boşluqlar var, bəzi əngəllər də var təbii ki. Ona görə də əlimdən gəldiyincə hər hafta 100 video çəkəndən sonra da hər videoya 5-10 görüntüləmə gəlməyəcəyinə və 100-200 hətta 1-2K en azından gələcəyinə mən inanıram dostlar və artıq oyunumuza keçək. Keçən bölümdən ən son nüfuz yatırımı 600 mindən 530 mindən 760 minə qədər yüksəldik, belə top yükün bir oldu son 5 il içərisində və bir ədəd nüfuz artışına verək, çünki nüfuz lazım olacaq və turlarımızı atlayaq. İlk öncə dediyim kimi 32-ci sıradayıq. Bu versiyon da biraz yenilənib, yəni 1.5.1'in əvvəlki halı yox, yeni hal var. Hər versiyalar hər il, hər ay yenilənir, səhv eləmirəmsə, yəni hər 6 aydan bir, 5 aydan bir kiçik yenilənmələr gəlir. Türkiyə keçən bölümdə Yunanistan'a girdi və gördüyünüz kimi deyəsən artıq Osmanlı'nı vurmağa çalışır, amma olsun, nə qədər o tərəfə sağa sola, üstə aşağı yayılsa o qədər yaxşı, daha bizim türklərimizi, türklüyümüzü, müsəlmançılığımızı olur. Araşdırmaları da edək, yenə də texnoloji yatırımlar edək. Bu bölümdə nihai amaclarımızdan biri təbii ki İranla savaşmaq olacaq. Qalanında boş vaxtlara düşür, bunda bol-bol yatırım eləyək, ölkəmizi böyüdək və ölkəmiz adına böyük işlər görək dünyada qlobalda və yavaş-yavaş 2056-2057-ci illərə keçirik. 2060'a yaxın bir dövrdə artıq İranla savaşıb o torpaqlarımızı alarıq, gec qaldıq belə. Yəni 33-cü sıraya gəldik. Baxaq görək nə qədər iləridəyik. 0,1 eləyə bilsək çox gözəl olar, amma çatdıra bilərik mi bilmirəm. Bütün pulumuzu xərcləyən yaxşısı 95 oldu, bu bizə bəsdir deyə düşünürəm və genişləmə mədəniyyətimiz 6-cı sırada araşdırma 15, savunma bonusu 10 və üretim geliri 13. Çox gözəl. Ona görə də biz nə edirik? Araşdırmanı
full yürüyüş, araşdırma daha çox gəlir verəcək. Savunma bonusu yox, üretim gəlirinə də o zaman bir ədəd veririk ki, hər ehtimal o da yaxşı bir gəlir əldə etsin. 8K-ya yaxın bir, hardasa 8K gəlirimiz var, çox şükür. 7.8. Bəli, ölkəmizi böyüdürük, nüfus açısından da yatırımlar edək. Bu arada reallığa əsasən oynayacağımızı da göstərdim. Son 2 bölümdə biraz hayvansı oynadık, ölkəyə giriş zad elədik, amma olsun, yəni burada var. Başqa harda eləyə bilərik. Bir ədəd də burada eləyək. Daha çox hansı ekonomik və məsəl üçün baxaq ən çox harda nüfuz və daha çox yatırımsal bir potensial var. Ora baxaq, ora şey eləyək. Ora daha çox ora universitet və inşaatlarımızı eləyək dostlar. Bu arada biraz donma var. Onu da yine de eləyəcəyik. Gözetleme kulesi, gözetleme kulesi, gözetleme kulesi daha da reallıqlara əsasən. Bəli, buraların hamısına gözetleme kulesi inşa eləyək ki, hər yeri görə bilək dostlar. Bəli, buradan görsəniz təbii ki, hər yer burada bir ədəd gözü var. O zaman öncə belə bir şeyə baxaq. Bilirsiniz artıq nəyə düşünürəm. Burada ən çox arada Türkmenistan'da birinci torpaq buradır. İkinci torpaq, ikinci ən buradır. Yəni burada artıq önəmli daşıdığı üçün universiteti falan bura eləyirik. Bir anlıq yadımdan çıxdı. Bəli, eləndi bura, hər tərəf eləndi. Hər tərəfdə universitet falan var. Türkmenistan geliştirib, yox, yaxşı geliştirib özünü. Hər neysə, Pakistanla da problemlər yaxşılaşdıraq, sonra problemlər. Rusya ile arkadan bir ədəd başlandı. Bir saldırmazlık vaktimizi alıyor. Üzerine kadar bir de Kazakistan'la aramız pisdi. Onunla da yine de əsas oldu saldırmazlık vakt ama umuram o kadar da bize çətinlik və şeyliği. Ancaq bizlə eyni güzdədir hardasa. Hardasa eyni güzdədir. Ona görə də diqqətli olmağımız önemlidir dostlar. Mallar yazısını eləyək, nüfuzumuzu çoxaldaq və İran'a da girdikten sonra bir bölüm daha sonra yine de çəkməyi düşünürəm. Çünki reallığa əsasən oynadığımız için orada eləyəcəyimiz inşaatlar, universitetlər, iş yerləri falan bunu da düşünərək addım atmalı düşünürəm dostlar. Umarım Türkiye, İraqla falan kimi ölkələrə girmək istəmirəm. Amma girsə də maddi dəstək eləyəcək təbii ki və Osmanlını qurmaq adına yəqin ki hərəkatlarını davam etdirir. Türkiye biraz daha İran tərəfinə, yəni o bölünmüş, parçalanmış Suriye'ye en çok ordularını koyursan ama yani en önemli İran taraftan 2060 oldu bu arada. O zaman biz biraz daha şey vardı, yavaştan ordularımızı basalım. Çünkü hem video 8-9 dəqiqəyə gəlib, hem de 2060'ı belə keçdi. O zaman Türkiye oha ne etmeye çalışıyor Türkiye. Pakistan da həmçinin, Pakistan da güclənməyə ehtiyacı var. Pakistan da bu savaşda önemli yer alacaq və İrana qarşı en çok sınır xətti olan Pakistandır. Yəni indi Türkmenistan'a bölümlər eləyəcəyik. 1, 2, 3, 4 ədəd, bir ədəd dəniz, 5, 6, 7, 8. Türkiye'de 1, 2, 3, Pakistan en çok bizdədir deyəsən. 1, 2, 3, 4, 5, 6, 7 ve en çok bizdədir. Ama dəniz olarak tabii ki dəniz olması Pakistan'la eyni qədərləri paylaşırıq bu bölümdə. Neyse artık son yatırımla etdikdən sonra tez ordu basmağa keçək və yavaş-yavaş hücumlarımıza başlayaq dostlar. Bir ədəd də daha çox əlimizdən gəlincə qənimət kimi istifadə edirəm və en sonda en önemli şey eləyirik dostlar. Belki de bölümümüzün en önemlilerinden. İlk önce biraz daha son bir yatırım. Bu video biraz daha uzun olsa daha yaxşı olar. Fərqi yoxdur. Əsas odur ki, videonu başarılı tamamlayaq. Biz tamamlamaqdansa yaxşıdır. Və Şəki torpağı yaxşı gelişimi var və 9-10K'ya qədər gətirib aparır bizi. Ekonomik olarak da çox güzel. 250 minlik çok güzel. Bəli, 33-cü sıradayıq ama olsun. 10 minlik ordumuz var. İndi baxaq, 1.500.000, 416.000. Bizim bunlara qarşı bir 200 minlik 200-250.000, 200 minlik ordu toplasaq bəs eləyər. 50-100 belə deyək. Qafqazdan daha çox ordularla saldırmalıyıq. Ona görə mən orduları basım, ondan sonra videoya davam edək. Çünki yoxsa bu video daha çox uzun olacaq. Bəli dostlar, videonun da yarımçığında tam ordu basarkən yarım qalan orduları da belə videonu davam etdirərək basmağı düşündüm dostlar.
Qarabağda toplayıram, belə reallığa əsasən olaraq. Tam da əsl həqiqətlərə dair düşündüm. Basaq 100 minlik ordu bastıq. 100 minlik ordu bastıq. Biraz daha ordu basaq. Zənnimcə o qədər də çox orduya ehtiyac yoxdur. Niyə? Çünki 3 ölkə tərəfdən, 3 tərəfdən hücum edəcəyimizə görə yəni tam da onlara lazım olacaq ordunu toplamağa ehtiyac yoxdur. Əlimizdə olan 100 nə ordu toplasaq daha gözəl olar deyə düşünürəm. Bakıda da bir ədəd ekonomini yüksəldək, gəliri yüksəldək. Ondan sonra Bakıda istədiyimiz ordunu basaq. Bəli, 20 minlik çox böyük devasa ordu tək səfərindən çox yaxşı. 167 min biraz daha Qəbələdən. Artıq bunları nə üçün istifadə edəcəyik? Videonun da sonuna gəlirik. Ona görə də son bölümlərə gəlirik. Pakistan Birləşik Arab Əmirlikləri. Tamam, sorun yoxdur. Dostlar, biz demək ki savaşa hazırlanırıq. Yəni zaten Pakistanı dəstəkləyək ki, İranla bizi daha gözəl motivasyonlu şəkildə davam edir. Bəli dostlar, qaldığımız yerdən davam edirik. Bu arada Pakistan da Dubayı aldı və artıq Bürc Xəlifə bizdədir. O sırada Cibuti gəldi, yəni pulların çox olduğu yeri götürdü, apardı. İran da, İraq Ərəbistanı ələ keçirtdi. Oha! Orta Doğuda qarşılıqlar var. Pakistan girib, Azərbaycan böyüyüb, Türkiyə böyüyüb, İraq qarışdırır ortalığı. Hər nəysə, artıq Bürc Xəlifə də bizim əlimizdə olduğuna görə 80 minlik ordunu Türkmənistanda görevləndirirəm. Dostlar, qalan 100 minlik ordunu da belə böləcəyəm. Belə deyək, 25 min buraya, 25 min buraya, 25 minlik ordu Qarabağa, 24-25 minlik ordu da Lənkərana. Təbii ki, burada qalalar da inşa edəcəyik dostlar. Qalalar da inşa edəcək. Video birazcık uzun olacaq, bəlkə də final bölümü ola bilər. Amma bir sonraki bölümdə də kiçik bir veya bilmirəm artıq necə olacaqsa. Bəli dostlar, çox gözəl. Amma bunun bütün orduları bastıqdan sonra gəlirimiz düşdü. Təəssüflər olsun. İkmal kampları düzəltsək də yenə də amma artıq buna məcbur və İranla savaş. Türkiyə və Pakistanı onun içərisində çağırıram. Ona qədər bizim gəlirimiz çox aşağı düşəcək, amma olsun. Fəda olsun keçmiş torpaqlarımıza qayıtmaq üçün. Bəli, Türkiyə və Pakistan hazırlıqlarını gördülər və savaş başladı. Bir də nüfusa bilək. Bəli, savaş başladı. İlk öncə mən savunma eləyəcəm. Türkiyə girə bilər, girdi, hətta biz də girək o torpaqlardan payımıza düşən hava yoxsa zibili çıxacaq. Buradan da oha, onlar da girib, biz də girək, çox böyük ordularla giriblər. Dediyimiz kimi çox da o qədər də böyük ordulara ehtiyac yoxdur. Sadəcə lazım olan torpaqları almaq üçün hərəkət edək türklər, yoxsa bizə aid olacaq torpaqları ələ keçirməsinlər. Yəni keçirsinlər təbii ki, amma oraları təbii ki biz missiyamız adına almağı düşünürük. Missiyamız adına hərəkətlər keçirik dostlar. Hər neysə. Onlarla qarşısını kəsdik təbii ki və buradan hər kəs özünə düşən payı götürəcək təbii ki. Türkiyəni bilmirəm. Türkiyənin bəlkə alt tərəflərdən bildik, amma üst tərəflərdəki torpaqların bizə aid olacağı Allahın əmridir təbii ki. Pakistan sən hərəkət edə. Pakistan, İran girib bax. Elə bildim İran Ərəbistana girib dedim, indi bunların gücü çoxdur yəqin ki, ona görə də biraz qorxdum, amma olsun, fərqi yoxdur biz. Bu savaşda qalib gələcək. Təbii ki, İranı biraz məğlub etmək üçün bu qədər ordu basmağa ehtiyac yox imiş demək ki, amma biz yenə də ehtimallarımızı tutduq və gördüyünüz kimi o ordunu basmasaydıq, bəlkə də orada zayiət verəcəkdik və məğlub olacaqdıq. Dostlar, hər neysə 74 minlik arxada ordumuz var, yəni biraz daha çox bastıq, biraz ədalətsizlik elədik ölkə ekonomisinə. Yəni biz bu oyunu burada qutarandan sonra real düşünək, bizdən sonra gələcəklərə də yaxşı bir ekonomik ölkə buraxmaq lazımdır. Ona görə də bir sonraki bölümü də həyata keçirməyə düşünürəm, amma onu boş verək, artıq İranın da sonuna gəldik yavaş-yavaş. Başqa versiya olsaydı, bax, burada İran artıq düşmüşdü, pes etmişdi. Hər neysə, artıq burada Pakistan girsin. Pakistan, nə edirsən? Pakistan, etmə bunu.
Hayda. Bak. Bunun için deyirdim bak. Buna göre deyirdim de. Yayıldılar her tarafa. Neyse ki Türkler gelir ve oraları aldılar dostlar. Çok şükür. Türkiye al buranı, Türkiye etme bunu, etme. Bak Pakistan bütün torpaqlarını saldı İran'a. Oha! Bəli dostlar və sonunda İran hər tərəfdən, 3 tərəfdən, 4 tərəfdən düşmən standartı olaraq 3-4 tərəfdən sarmalandı və sıçdırılaraq bütün torpaqları işğal edildi. Dostlar, indi isə ən zövqlü yerinə gəlirik. Deməli, torpaq bölüşdürmə. Pakistan üçün də Türkiyə üçün də bölüşdürəcəyik. Türkiyənin deyəsən öz missiyası var. Buna görə də İrandan bir neçə pay verəcəyik Türkiyəyə. Amma indi ən önəmlisi belə bir şey var. İlk öncə biz savaş təzminatı yazacağıq. Niyə? Türkiyəyə demişik. Savaş təzminatını alacağım. O pul mənə gələndə Türkiyəyə verəcəm. Türkiyənin payını belə verəcəm. Amma onlara düşən payı belə verəcəyik dostlar. Ancaq ilk öncə bir dəqiqə. Bizim üçün önəmli olacaq torpaqlar hara qədərdir? Yəni indi bəli, ağlımdadır. Bizə qədər düşəcək o torpaqların hamısı yanındadır və belə. Bu Azərbaycan. Ancaq biz belə etməyəcəyik. Niyə? Çünki onları dənizdən də çıxaracağıq və Türkmənistanla olan torpaqlarımızı da birləşdirəcəyik. Türkiyə, Pakistana da düşən payı verəcəyik. Və belə çox gözəl bölüşdük, paylaşdıq deyə düşünürəm. Bəli dostlar, belə bir anlaşma oldu. Azərbaycan torpaqları olaraq, yəni Pakistan da çox gözəl oldu. Azərbaycanda amma Türkiyə biraz qarışdı deyə. Ancaq olsun, onlara da düşən payı götürdük və savaş təzminatlarını da aldıq və bu da burada bitdi dostlar. Zənnimcə bir sonraki bölümdə də artıq hər şeyi təmizləyib, reallığa bağlı bir anda alıb və bunu da burada bitirəcəyik dostlar. Hər neysə, barışı imzaladıq və hər şeyi bir sonraki bölümə qoyaq. Artıq video 18 dəqiqə gəldi, edit deyəndə bir 15-16 dəqiqə olacaq. Artıq yavaş-yavaş da bu səhifəmizdəki videoların bölməsinə gətirir. Sizdən də yaxşı görüntüləmə, like'larınızı da gözləyirəm. Bir sonraki bölümdə görüşənədək sağ olun, salamat.